Bununla da iş Baxın, bitəcək. orada indi hal-hazırda bax məsəl üçün indi mən bəzi öyrəndiyim Tamam. məsələlər var Çin avtomobillərlə bağlı. Onların batareyasını dəyişəndə, dəyişmə vaxtı plug-in hibriddən Tamam. söhbət gedir. Hardasa 10.000, 12.000 gəlir çıxır. Qiymət olaraq. Qiymət olaraq bəli. Aha, bugünkü gün. Bugünkü gün hələ Bugünkü elədir. gün. Yəni 3 il 4 il sonra o 3000-ə 4000-ə düşəcək. Yəni Arta-arta gedir axı batareyalar üçün. mən bu fikirlə razılaşmıram. İstəsiz 4 il sonra bir dənə də bir veriliş çəkərik. İnşallah, Çünki gəlin bir şey nəzərə çatdıraq ki, öncəsində yeni çıxan innovativ bir şey həmişə çox baha olur. Detal baxımından mən Daha sizə sonra razıyam. bunun qiyməti ucuzlaşır. Burada bilirsiniz necədir? Öncəsində 2010-larda, 12-lərdə siz hibrid avtomobil ən primitiv hamının bildiyi Priusdan danışaq. Priusun batareyasını dəyişmək çox bahalı bir məsələ idi ki, 5000 idi, 6000 idi. Amma hal-hazırda gedək Priusa biz 1000 manata, 1500 manata batareya ala bilərik. Texnoloji köhnədir də. Bu o demək deyil ki, sən bunun yenisini alacaqsan. Ola bilər ki, 4 il sonra da bugünkü plug-in avtomobillərin yeni batareyası tapılmasın. Sən az istifadə olunmuşunu alıb taxacaqsan. Amma hal-hazırda mən 4 il qabağın texnoloji xüsusiyyətlərini mən sizə sadalaya bilmərəm. Amma mənim düşüncəmlə bir neçə il sonra artıq siz yeni avtomobil, yəni yeni batareya set olaraq alıb avtomobilinizə quraşdıra biləcəksiniz. Yəni bunun bir yolu məncə artıq var, amma hələ ki ehtiyac yoxdur deyə burada bu qədər qiymət bahadır. Gəlin sizə belə bir şey izah edeyim ki, Tesla'nın farasını siz baha alacaqsınız, amma taksidə istifadə olunan BYD-nin farasını daha ucuz alacaqsınız. Niyə? Çünki segmentdən savayı çoxdur bundan, qardaş. Çoxdur. Yəni çoxdur deyə toplu şəkildə bu olunur. Ona görə də haçansa bizim ölkəyə də batareya lazım olacaqsa, bunu toplu şəkildə alacaqlar. Siz hal-hazırda bir nəfərsiz və X bir avtomobil üçün batareya almaq istəyirsiniz. Ona görə bu 15.000, 20.000 gəlir çıxır. Amma müddət sonra artıq bu toplu olaraq hansı bir dükanlarda, mağazalarda satılanda artıq bu uyğun qiymətə gəlib çıxacaq. Düzdür, günün sonunda cibə uyğun olacaq, olmayacaq, mən onu deyə bilmərəm. Amma gözləntim budur və düşünürəm ki, belə olacaq.